Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Gədəbəy rayonunda Kiçik Qaramurad, Cəfərli, Əyrivəng, Alnabad, Kərimli, İnəkboğan, Göyəmli, Şınıq, Göyəlli, Çobankənd, Şaxdağ, Çiçəkli marşrutu üzrə avtomobil yollarının yenidən qurulması davam etdirilir. Uzunluğu 45 km olan avtomobil yolları uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Xüsusən payız qış mövsümündə ucqar dağ yolları ilə hərəkət etməkdə müəyyən problemlər yaranırdı. Dövlət başçısının tapşırığına uyğun olaraq artıq bu problemlər aradan qaldırılır. Belə ki, əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Layihəyə uyğun yolların eni 8-9 metrə qədər genişləndirilir. İnşaat norma və qaydaların tələblərinə əsasən texnoloji ardıcıllığa uyğun şəkildə hazırda torpaq işləri, qazma, yolun normativinin alınması üçün genişləndirmə, yol əsasının tikintisi və yeni asfalt beton örtüyünün döşənməsi işləri yerinə yetirilir. Artıq yolun 34 kilometrlik hissəsində asfalt örtüyünün vurulması işləri yekunlaşıb. Görülən işlərə paralel olaraq yol boyu suların ötürülməsi məqsədi ilə zəruri yerlərdə düzbucaqlı və müxtəlif diametrlərə malik su ötürücülərin tikintisi yerinə yetirilib. Yol boyu layihədə nəzərdə tutulan 4 körpünün inşası üzrə işlər artıq icra olunub. Hazırda körpülərin yanaşma yollarının tikintisi son mərhələdə olmaqla davam etdirilir. Bütün işlər tərtib olunmuş qrafika uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. 17 min əhalini yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən avtomobil yollarının yenidən qurulması ilə rahat gediş-gəliş təmin olunacaq. Yük və sərnişin daşıması asanlaşacaq. Bundan başqa, əsaslı şəkildə yenidən qurulmuş yollarla əhalinin yetişdirdiyi məhsulların tez və xarab olmadan bazarlara çıxışı təmin olunmaqla kənd təsərrüfatının inkişafına, əlavə turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq. Bu isə marşrut boyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq. Yolunuz açıq olsun.